Salam gənclər, hər vaxtınız xeyir olsun. Deməli, ikinci hissə test toplusundakı mövzularla davam edəcəyik. Bugünkü mövzumuz metallar və dielektriklər elektrostatik sahədə. Baxaq birinci suala. İntensivliyi 180 volt bölü metr olan bir cins elektrik sahəsinə sülyoda lövhə yerləşdirdikdə bu lövhənin daxilində elektrik sahəsinin intensivliyi 30 volt bölü metr olmuşdur. Sülyodanın dielektrik nüfuzluğunu hesablayın. Deməli, dielektrik nüfuzluğu deyəndə biz bunu epsilondan göstərsək, vakumda elektrik sahəsinin intensivliyinin mühit daxilində elektrik sahə intensivliyindən neçə dəfə böyük olduğunu göstərir. Y0 vakumda elektrik sahəsi intensivliyidir. Deməli, bunun qiyməti 180 volt bölü metrə bərabərdir. Vakum daxilində, yəni sülyoda lövhənin daxilində elektrik sahəsinin intensivliyi isə 30 volt bölü metr olmuşdur. O zaman 30'u da buraya yazıram. 180'i 30'a böləndə 6 qalır. Yəni dielektrik nüfuzluğu 6'ya bərabərdir. Davam edirik ikinci sualla. Bir cins dielektrik daxilində yerləşən nöqtəvi Q yükündən R məsafədəki elektrik sahəsinin intensivliyinin modulu hansı ifadə ilə təyin olunur? Elektrik sahəsinin intensivliyi modulu Y bərabərdir F bölü Q şəklində yazılır. F'in yerinə klon qüvvəsini yazsaq, K, Q1, Q2 bölünsün epsilon R kvadratı yazsaq, məxrəcdəki Q-nü də yazıram. Q-lərdən biri ixtisar gedir və belə bir şey qalır. KQ bölünsün epsilon R-in kvadratı. Sualımızın cavabı olur A variantı. Davam edirik üçüncü sualla. Dielektrik nüfuzluğunun vahidi hansıdır? Dielektrik nüfuzluğu bir vahidsiz kəmiyyətdir. Çünki dielektrik nüfuzluğu deyəndə vakumda elektrik sahə intensivliyinin mühit daxilindəki elektrik sahə intensivliyinə nisbəti nəzərdə tutulur. Hər ikisi elektrik sahə intensivliyi olduğu üçün bunlar gedir və hər hansı bir vahid qalmır. Gəldik dördüncü suala. Bir cins dielektrik daxilində elektrik sahə intensivliyinin vakumda sahənin intensivliyinin modulundan neçə dəfə fərqləndiyini göstərən, neçə dəfə az olduğunu göstərən fiziki kəmiyyət dielektrik nüfuzluğu adlanır. Beşinci sualda. Su ilə dolu qabda bir-biri ilə qarşılıqlı təsirdə olan iki nöqtəvi yük vardır. Su tamamilə buxarlandıqdan sonra yüklər arasındakı klon qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Deməli, başlanğıcda klon qarşılıqlı təsir qüvvəsi su olan halda, baxın, F bərabərdir K, Q1, Q2 bölünsün. Su olarsa, yəni suyun dielektrik nüfuzluğunu yazmaq lazımdır. Çünki düsturda epsilon R kvadratıdır axı. Birinci növbədə düsturu ümumi şəkildə yazdım. İndi birincisi su olan halda F bərabərdir K, Q1, Q2 bölünsün. Epsilonun yerinə yazıram 81. 81 R'in kvadratı. Bu su olan haldadır. Su buxarlanandan sonra isə F bərabərdir K, Q1, Q2 burada artıq epsilon olmayacaq. Çünki deyir ki, suyu tamamilə buxarlandır. Yəni, suyun dielektrik nüfuzluğunu artıq yazmayacaq. Sadəcə yazacaq R-in kvadratı. Baxın, fikir verin. Məxrəcdə 81 var idi. Artıq məxrəcdə 81 yoxdur. Yalnız 1 var. Yəni, məxrəc 81 dəfə nə oldu? Azaldı. Məxrəcdən 81 getdisə, o zaman kəsrin qiyməti 81 dəfə artdı deməkdir. Yəni, klon qarşılıqlı təsir qüvvəsi 81 dəfə artar. 6-cı sualda. Etil spirti ilə dolu qabda bir-biri ilə qarşılıqlı təsirdə olan iki nöqtəvi yük vardır. Spirt tamamilə buxarlandıqdan sonra yüklər arasındakı klon qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Yenə də F bərabərdir K, Q1, Q2 bölünsün. Epsilonun qiyməti, yəni spirtin dielektrik nüfuzluğu 25'dir. Yaza bilərik 25 R kvadratı. Spirt buxarlanandan sonra isə, məsələn buna deyim F1, buna da deyim F2. Spirt buxarlanandan sonra isə K, Q1, Q2 bölünsün R'in kvadratı yaza bilərik. Yəni artıq epsilon, yəni dielektrik nüfuzluğu 25 olan spirt yoxdur. Yəni məxrəcə fikir versək, görərik ki, məxrəc 25'dən 1'ə gəldi. Yəni məxrəc 25 dəfə azaldı. Məxrəcin 25 dəfə azalması kəsrin qiymətinin 25 dəfə artması deməkdir. Yəni qüvvə 25 dəfə artmış oldu.
Beləliklə sualımızın cavabı da B variantıdır. Nöqtəvi yükü dielektrik nüfuzluğu 25 olan maya batırdılar. Maya daxilində yükün elektrik sahəsinin istənilən nöqtəsindəki intensivliyi vakumdakı ilə müqayisədə necə dəyişər? Baxın, deyir ki, maya batırdılar. Əvvəl maya yox idi. Maya olmayanda F bərabərdir K Q1. Burada intensivlik deyir, o zaman F yazmayacaq, yazacaq Y. Elektrik sahə intensivliyi. Y bərabərdir KQ bölünsün. Maya daxilində 25 vurulsun R'in kvadratı. Çünki epsilonun qiyməti 25'e bərabərdir. Sonra deməli birinci növbədə nə idi? Maya yox idi. Y bərabərdir KQ bölünsün R'in kvadratı. İndi maya deyir ki, batırdılar. Yəni birinci növbədə maya yoxdur. Y bərabərdir KQ bölü R kvadratıdır. Sonra isə mayaya batırdılar. O zaman Y bərabərdir KQ bölünsün 25 R kvadratıdır. Görürük ki, məxrəcdə 1 var idi, məxrəcə 25 gəldi. Yəni məxrəc 25 dəfə artdı. O zaman kəsirin qiyməti 25 dəfə azalar. 8-ci sualda. Dielektrik nüfuzluğu 25 olan maye dielektriklə dolu qab daxilindəki nöqtəvi yük sükunətdədir. Mayeni boşaltsaq qab daxilindəki verilmiş nöqtədə yükün sahə intensivliyi maye daxilindəki ilə müqayisədə necə dəyişər? Birinci növbədə maye daxilində yaza bilərik. Y bərabərdir KQ bölünsün 25 R kvadratı. Sonra deyir ki, mayeni boşaltsaq. Mayeni boşaltsaq o zaman ikincisi Y bərabərdir KQ bölünsün. Maye olmadığı üçün artıq sadəcə R kvadratı yaza bilərik. Burada görürük ki, dielektrik nüfuzluğu 25 idi, sonra isə 1'ə bərabərdir. Yəni burada məxrəc 25 dəfə azalmış oldu. Məxrəc 25 dəfə azaldısa, kəsirin qiyməti 25 dəfə artar. 9-cu sualda. KQ bölünsün epsilon vurulsun Y ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Yazıram kök altında KQ bölünsün epsilonun yerinə, yəni epsilon olduğu kimi saxlayaq, Y'nin yerinə, yəni elektrik sahə intensivliyi yerinə yazıram. KQ bölünsün epsilon vurulsun R'in kvadratı. KQ'lər epsilon getdi, geriyə qaldı bir dənə R kvadratı. R kvadratı da kökdən çıxdı, oldu R. R də nədir? Məsafədir. Yəni sualın cavabı D variantıdır. Növbəti sualda epsilon Y R kvadratı bölünsün K. Deməli bu da nə olar? Yazıram, epsilon yazdım. Elektrik sahə intensivliyi yerinə yazdım. KQ bölünsün epsilon R kvadratı. Geriyə qalan R kvadratını və K-nı da olduğu yerlərdə yazıram. Deməli, burada ixtisarlarımızı aparırıq. R kvadratları getdi, epsilonlar getdi, K-lar getdi. Geriyə bir dənə Q qaldı. Q də nədir? Nöqtəvi yükün moduludur. Davam edirik 11-ci sualla. KQ1, Q2 bölünsün epsilon F ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Yazıram kök altında K, Q1, Q2 bölünsün epsilon vurulsun. F'in yerinə də yazıram K, Q1, Q2 bölünsün epsilon R'in kvadratı. K, Q1, Q2'lər getdi, epsilonlar getdi. Bir dənə qaldı R kvadratı. R kvadratı da kökdən çıxar. R olar. Bu da nöqtəvi yüklər arasındakı məsafəni göstərir. 12-ci sualda. K, Q1, Q2 bölünsün F R kvadratı ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? K, Q1, Q2'ni yazıram burada. F yəni qüvvənin yerinə yazıram K, Q1, Q2 bölünsün R kvadratı. R kvadratını da burada yazdım. Məxrəcdə bir dənə epsilon da yazmaq lazımdır. Deməli, burada da bir dənə R kvadratı var. Bunu da yazdım. Bütün hər şey ixtisar gedir, geriyə bir dənə epsilon qalır. Epsilon da dielektrik nüfuzluğudur. 13-cü sualda. Qüvvənin yerinə yazıram K, Q1, Q2 bölünsün epsilon R'in kvadratı. Geri qalanları da olduğu kimi köçürürəm. Epsilon R kvadratı, məxrəcdə də Q1, Q2. Bütün hər şey ixtisar gedəndən sonra geriyə bir dənə K qalır. O da Coulomb qanunundakı sabitdir. Davam edirik 14-cü sualla. Hansı mühit daxilində nöqtəvi Q1 və Q2 yüklərinin eyni R məsafəsində qarşılıqlı təsir qüvvəsinin modulu ən böyükdür? F bərabərdir K, Q1, Q2 bölünsün epsilon R kvadratı ifadəsinə əsasən
Qarşılıqlı təsir qüvvəsinin modulunun böyük olmasını istəyiriksə, dielektrik nüfuzluğunun kiçik olması lazımdır. Dielektrik nüfuzluğu ən kiçik olan burada parafin verilmişdir. Ona görə sualımızın cavabı C variantıdır. 15-də hansı mühit daxilində nöqtəvi Q1 və Q2 yüklərinin eyni yer məsafəsində qarşılıqlı təsir qüvvəsinin modulu ən kiçikdir? F bərabərdir K Q1 Q2 bölünsün epsilon r-in kvadratı ifadəsinə əsasən qarşılıqlı təsir qüvvəsinin kiçik olmasını istəyiriksə, dielektrik nüfuzluğunun böyük olması lazımdır. Dielektrik nüfuzluğu burada ən böyük olan kəhrabadır. Sualın cavabı C variantıdır. 16-cı sualda elektrostatik induksiya hadisəsi nə deməkdir? Elektrostatik induksiya elektrik sahəsinin təsiri ilə metal lövhədə yüklərin yenidən paylanmasıdır. Eyni radiuslu iki metal kürənin yükləri müsbət 4Q və mənfi 2Q'dür. Kürələri bir-birinə toxundurup ayırsaq, hər birində nə qədər yük olar? Q' bərabərdir Q1 üstəgəl Q2 bölünsün 2 yaza bilərsiniz. Bu da bərabərdir mənfi 2Q müsbət 4Q, baxın mənfi 2Q ilə müsbət 4Q bölürəm 2-yə. Bu da elədir mənfi 2Q'ya 4Q gələndə müsbət 2Q, 2Q'nü də 2-yə bölürəm, bir dənə Q qalır. Sualın cavabı oldu D variantı. 18-ci sualda eyni radiuslu 2 metal kürə 12 nanoklon və mənfi 4 nanoklon elektrik yükünə malikdirlər. Kürələri bir-birinə toxundurup ayırsaq, hər birində nə qədər yük olar deyir bizə. Deməli, yazıram Q' bərabərdir Q1 üstəgəl Q2 bölünsün 2. Bu da bərabərdir. Bunları toplayıram. Müsbət 12 ilə mənfi 4'ü toplayıram. Bu eləyir müsbət 8 nanoklon bölürəm 2-yə. Bu da elədir 4 nanoklon. Yəni, hər birinə 4 nanoklon yük verirlər. Sualın cavabı da C variantı olar. 19-cu sualda yüklənmiş cismi yüksüz elektroskopa yaxınlaşdıranda elektroskopun kürəsi və vərəqləri uyğun olaraq hansı yükə malik olar? Buradakı mənfi yükü yaxınlaşdırdın, elektroskopun topuzundakı, yəni bu kürəsindəki mənfi yükləri itələdi. Hara itələdi? Ən uzaq məsafəyə, yəni yarpaqlara. O zaman yarpaqlara mənfi yüklər itələndi, yarpaqlar mənfi oldu. Elektroskopun kürəsi isə müsbət yükə sahib oldu. Çünki elektroskopun kürəsindəki mənfilər bu mənfi o mənfiləri itələdi. Hara itələdi? Yarpaqlara itələdi. Mənfilər yarpaqlara itələndi. Nəticədə buradakı kürədə müsbətlər qalmış oldu. Yəni, belə düşünün. Burada topuzda həm müsbətlər, həm də mənfilər var. Bax, burada müsbət və mənfilər var. Qarışıq formadadır. Mənfilər, müsbətlər var bu şəkildə. Biz buradakı bu mənfi yükü yaxınlaşdırırıq. Bu mənfi yükü yaxınlaşdırırıq. Buradakı mənfilər ki var, burada olan mənfilər, bunlar avtomatik olaraq itələnirlər. Bu mənfi bu mənfiləri itələyir. Hara itələyir? Yarpaqlara itələyir. Yəni, bu yarpaqlarda artıq mənfilər çoxluğu meydana gəlir. Nəticədə buradakı mənfilər getdiyi üçün geriyə müsbətlər qaldı. Yəni, kürəsi oldu müsbət Q, vərəqləri isə oldu nə? Mənfi Q. Müsbət Q, mənfi Q sualın cavabı A variantı. Davam edirik 20-ci sualla. Yüklənmiş cismi yüksüz elektroskopa yaxınlaşdıranda elektroskopun kürəsi və vərəqləri uyğun olaraq hansı yükə malik olar? Bax, buradakı müsbət yükü yaxınlaşdırdın. Mənfi yüklər, yəni buradakı mənfi yüklər cəzb olundu bura. Mənfilər bura gəldi. Bax, bu müsbət bu mənfiləri çəkdi. Vərəqlərdən mənfilər çəkildiyi üçün vərəqlərdə müsbətlər qaldı. Yəni, oldu. İndi belə deyək, kürənin yükü oldu mənfi Q, vərəqlərin yükü oldu müsbət Q. Mənfi Q, müsbət Q, Y variantı sualımızın cavabı. Gəldik 21-ci suala. Nöqtəvi yükün elektrik sahə intensivliyinin məsafədən asıllıq diaqramında hansı nöqtəyə mühitin dielektrik nüfuzluğunun ən böyük qiyməti uyğundur? Yaza bilərəm Y bərabərdir KQ bölünsün epsilon R kvadratı. Buradan bizə deyir ki, dielektrik nüfuzluğu ən böyük olsun. Epsilon bərabərdir yaza bilərəm mən burada. Y və R-in kvadratı məxrəcdə, KQ-də kəsrin surətində. Dielektrik nüfuzluğunun ən böyük qiymətini istəyiriksə, həm
elektrik sahə intensivliyi həm də məsafə hər ikisi kiçik olmalıdır. Hər ikisinin kiçik olduğu nöqtə də 1 nöqtəsidir. Sualın cavabı D variantıdır. Növbəti sualda nöqtəvi elektrik sahəsinin intensivliyinin yükdən olan məsafədən asılılıq diaqramındakı hansı nöqtəyə mühitin dielektrik nüfuzluğunun ən kiçik qiyməti uyğundur? Dielektrik nüfuzluğu üçün yazdıq. Y bərabərdir K2 bölünsün Y vurulsun R'in kvadratı. Əgər dielektrik nüfuzluğunun ən kiçik qiymətini istəyiriksə, həm Y, həm də R ən böyük olmalıdır. Hər ikisinin böyük olduğu nöqtə 3 nöqtəsidir. Nəticədə sualımızın cavabı 3'dür. Gəldik 23-cü sualla. 3 eyni metal kürəcikdən birinin elektrik yükü mənfi 6, 2-nin müsbət 2, üçüncünün isə müsbət 4'dür. Əvvəlcə 1 və 2-ni toqquşdururlar, sonra isə 2 və 3'ü toxundururlar. Bu təcrübədən sonra kürələrin yükü nəyə bərabər olar? İndi burada mənfi 6 ilə müsbət 2-ni birinci növbədə toxundursaq nə baş verər? Mənfi 6 ilə müsbət 2-ni toxundurduq. Deməli, belə paylandı. Q bərabərdir. Mənfi 6 üstə gəl 2 bölünsün 2. Bu da eləyir mənfi 4 bölünsün 2. O da bərabərdir mənfi 2. Yəni, bu da mənfi, birincisi də mənfi 2Q oldu. İkincisi də mənfi 2Q oldu. Üçüncüsü zaten müsbət 4Q'dür. Üçüncüsünü də çəkək, bu da müsbət 4Q. İndi bu 1 ilə 2-ni toxundurub araladılar. İndi bu 1 ilə işimiz yoxdur. 1'i saxladıq burada. Bu 1 olduğu yerdə qalır. İndi biz bu 2 ilə 3'ü toxunduracağıq. 2 ilə 3'ü toxunduranda da Q' bərabərdir. Mənfi 2 üstə gəl 4. Mənfi 2Q üstə gəl müsbət 4Q bölünsün 2. Bu da eləyir. Mənfi 2'yə 4 gələndə müsbət 2, 2'yə böləndə 1. Yəni bir dənə Q qaldı. Bu onu göstərir ki, bunun da yükü Q oldu, bunun da yükü Q oldu. Bunun yükü də zaten mənfi 2Q olmuşdu. Deməli, birincisi mənfi 2Q, ikincisi müsbət Q, üçüncüsü də müsbət Q olmalıdır. Sualımızın cavabı da Y variantı olur. Gəldik 24-cü suala. Bir cins elektrik sahəsinə gətirilmiş elektrik dipolu hansı vəziyyəti alar? Elektrik sahəsinin intensivliyi müsbət yükə təsir edən qüvvə istiqamətində yönəlir. Baxın, elektrik sahə intensivliyinin düsturu belədir. Y bərabərdir F bölünsün Q. Burada biz görürük ki, elektrik sahə intensivliyi vektorial cəmiyyətdir. Eyni zamanda qüvvə də vektorial cəmiyyətdir. Biz deyirik ki, elektrik sahə intensivliyi müsbət yükə təsir edən qüvvə istiqamətindədir. Deməli, elektrik sahə intensivliyi baxırsınız ki, sağa doğru verilmişdir. Düzdürmü? O zaman müsbət yükə təsir edən qüvvə sağa doğru yönəlməlidir. Yəni, müsbət yük sağda olmalıdır. Çünki bunun sağa doğru qüvvə çəkir. Mənfi yükü də sola doğru qüvvə çəkir. Nəticədə burada əvəzləyici 0 olur və elektrik dipolu belə tarazlıq vəziyyətini alır. Okey mi? Okey. Davam edirik 25-ci sualda. Bir cins elektrik sahəsinə gətirilmiş elektrik dipolu sonunda hansı vəziyyəti alar? Yenə də deyirəm, elektrik dipoluna müsbət qütbünə, yəni müsbət yükə elektrik sahə intensivliyi istiqamətində qüvvə təsir göstərir. Bax, elektrik sahə intensivliyini burada sola tərəf verib. Deməli, bu müsbət yükə sola doğru qüvvə təsir göstərir. Mənfi yükə əks istiqamətdə, yəni sağa doğru qüvvə təsir göstərir və bunlar burada tarazlaşırlar. 26-cı sualda vakumda və dielektrik nüfuzluğu epsilon bərabərdir 9 olan mühit daxilindəki iki nöqtəvi yük arasında təsir qüvvələri eynidir. Yüklər arasındakı məsafələrin nisbətini hesablayın. Deməli, belə bir şey düşünə bilərik. Deyir ki, təsir qüvvələri eynidir. F bərabərdir KQ təsir qüvvəsi dediyi üçün KQ1, Q2 bölünsün epsilon R kvadratı düşünə bilərik. Biz buradan R'i tapmaq istəsək, R bərabərdir. Nə yaza bilərik? R bərabərdir K Q1, Q2 bölünsün F vurulsun epsilon. Bu R'in kvadratıdır. Əgər R'in özünü tapmaq istəsək, buranı almalıyıq kökün altına. R'i tapanda. Çünki R kvadratını tapanda K1, Q2 bölünsün F vurulsun epsilon alınır. Amma R'i tapmaq istəsək, buranı kök altına almalıyıq. İndi biz buradan görərik ki, R mütənasibdir. Bax, epsilon məxrəcdədir. Yəni, kök altında 1 bölü epsilonla mütənasibdir. Epsilon məxrəcdədir. İndi bizə deyir ki, R2 bölü R1 nisbətini tapın. Yaxşı.
R2 bölü R1 bərabərdir. Kök altında yaza bilərəmmi tərs mütənasib üçün epsilon 1 bölünsün epsilon 2? Yəqin ki yazaram. Bu da bərabərdir. Epsilon 1 birinci mühit vakum mühitidir. Vakumda dielektrik nüfuzluğu 1'ə bərabərdir. Ona görə epsilon 1'in yerinə 1 yazıram. İkinci mühit isə dielektrik nüfuzluğu epsilon bərabərdir 9 olan mühittir. O zaman epsilon 2'nin yerine 9 yazıram. 1 bölü 9'dan kök çıxardanda olur 1 bölü 3. Ona göre bura 1 bölü 3 yazıram. Elə cevabımız 1 bölü 3'e bərabər olacaqdır. Yani B variantı olacaqdır. 27'de dielektrik nüfuzluğu epsilon olan maye ile içerisi dolu olan şüşe qab intensivliği Y0 olan bir cins elektrik sahəsində yerləşdirilir. Mənfi nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində yekun elektrik sahə intensivliyi modulu hansı ifadə ilə təyin olunar? Deməli, elektrik sahə intensivliyinin, bax, istiqamətinə fikir verin, oxların istiqamətinə, sağa doğrudur. Maye daxilində, dielektrik nüfuzluğu epsilon olan maye daxilindəki A nöqtəsində bu Y0 olur Y0 bölünsün epsilon. A nöqtəsində baxın, hansı tərəfədir? Sağa doğrudur. Buna yazıram Y0 bölünsün epsilon. Bir də bu mənfi yükün A nöqtəsində intensivliyi hansı tərəfə doğrudur? Mənfi yükün intensivliyi özünə doğrudur. Yəni buradakı A nöqtəsində özünə doğru bir, mənfi yükün özünə doğru bir intensivlik vektoru var. Yəni sola doğru yönəldiyini görürük. Sola doğru da bunu çəkirəm. Bunu da biz yaza bilərik. KQ bölünsün epsilon R'in kvadratı şəklində. Baxın, biri sağa doğru, biri sola doğru. Bunların yekun qiymətini tapmaq üçün əks istiqamətdə yönəldiklərinə görə bunları bir-birindən çıxmağımız lazımdır. Yəni cavabımız belə olacaqdır. Y0 bölü epsilon çıxılsın KQ bölü R kvadratı. Bax, Y0 bölü epsilondan çıxdıq KQ bölünsün R'in kvadratına. Yəni sualımızın cavabı oldu D variantı. 28'də dielektrik nüfuzluğu epsilon olan maye ile içerisi dolu olan şüşe qab intensivliyi Y0 olan bir cins elektrik sahəsində yerləşir. Mənfi nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində yekun elektrik sahəsinin intensivliyi modulu nəyə bərabərdir? Baxın, A nöqtəsində mənfi yükün intensivliyi hansı tərəfə doğrudur? Sağa doğrudur. Bax, mənfi yükün intensivliyi özünə doğru. Yəni A nöqtəsindən özünə tərəf. Yəni sağa doğru. Mən buna yaza bilərəmmi? KQ bölünsün epsilon vurulsun R'in kvadratı yaza bilərəm. Bir də Y0 var, o da maye daxilində olduğu üçün, bax, Y0'ın da vektorların istiqamətinə fikir verin, bunlar da sağa doğrudur. O zaman bu sağa doğru olan intensivliyə də biz Y0 bölü epsilon deyə bilərik. İndi ikisi də sağa doğrudur. KQ bölü epsilon R kvadratı, Y0 bölü epsilon. İkisi də sağa doğru olduğu üçün yekun intensivliyi tapanda bunları toplamağımız lazımdır. Yəni eyni istiqamətdə olanda toplanırlar. Nəticədə olur necə? Y0 bölü epsilon üstəgəl KQ bölü epsilon R'in kvadratı. Davam edirik 29-cu sualla. İki eyni ölçülü metal kürədən birinin yükü Q, digərinin isə 3Q'dür. Kürələri bir-birinə toxundurub əvvəlki məsafəyə qədər aralasaq, onlar arasında qarşılıqlı təsir qüvvəsinin modulu necə dəyişər? Birinci növbədə yaza bilərik kimi F bərabərdir K, yüklər Q və 3Q. K, Q vurulsun 3Q bölünsün R'in kvadratı. Və belə yaza bilərik. İndi onları toxunduranda nə baş verəcək? Toxundurub aralayanda belə bir şey baş verəcək. Q ştrix bərabərdir. Q üstəgəli 3Q bölünsün 2. Yəni 4Q bölünsün 2, o da elədi 2Q. Yəni hər birinə 2Q yük düşəcəkdir. İndi yaza bilərik ki, F bərabərdir K vurulsun. Hər birində 2Q yükü olacaq. 2Q vur 2Q bölünsün R'in kvadratı. Bu da elədi K vurulsun. Bax, 2'ni 2'ye vurduk 4 oldu. 4KQ kvadratı bölünsün R'in kvadratı. Yuxarıda isə 3KQ kvadratı bölünsün R'in kvadratıydı. Yəni 3'dən 4'ə gəldi. Qüvvə artdı. Neçə dəfə? 3'də 4 dəfə artmış oldu. Yəni sualımızın cavabı oldu B variantı. Uşaqlar, bir saniye. Bilal müəllimin YouTube kanalına abone olaq. Videolarını da bəyənək, hə? Fizika qanundur. Amma dəstək də gözəl bir qanundur. Və gəldik 30-cu suala.
Dielektrik nüfuzluğu epsilon olan maye ilə içərisi dolu şüşə qab intensivliyi Y0 olan bir cins elektrik sahəsində yerləşir. Mənfi nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində intensivliyin modulu hansı ifadə ilə təyin olunur? Baxın, A nöqtəsi buradadır. Mənfi yük isə burada. Mənfi yükün intensivliyi özünə doğru. Yəni A nöqtəsini burada qoyuramsa, mənfi yük aşağıda olduğu üçün mənfi yükə doğru intensivliyin istiqaməti var. Ki biz buna yaza bilərik KQ bölünsün epsilon R'in kvadratı. Bu birinci növbədə. Və A nöqtəsində sağa doğru bax bu oxlarla göstərilən Y0 var. Və maye daxilində olduğu üçün buna Y0 bölü epsilon yazmamız lazımdır. İndi bayaq ya eyni istiqamətdə yönəlirdi, ya da ki əks istiqamətdə yönəlirdi. Amma indi gördüyümüz kimi aralarında 90 dərəcə bucaq var. Buraya yazdım Y0 bölü epsilon. Aralarında 90 dərəcə bucağın olduğunu verib şəkildə. İndi 90 dərəcə bucağı olanda bunların yekun qiymətini tapmaq üçün Pifagor teoremindən istifadə etmək lazımdır. Pifagor teoreminə əsasən S-nin kvadratı bərabərdir A kvadratı üstəgəl B kvadratı və S-nin özünü tapanda yazırıq kök altında A kvadratı üstəgəl B kvadratı. Yəni bunun kvadratını yazsaq K kvadratı Q kvadratı bölünsün epsilon kvadratı vurulsun R üstü 4 birinci növbədə. İkincisi üçün bax bu Y0 bölü epsilonun kvadratını yazmaq istəsək Y0'ın kvadratı bölünsün epsilonun kvadratı. Epsilonun kvadratı burada ortaq məxrəcdir. Yəni bunda da var, bunda da var. O zaman bu epsilon kvadratını kökdən çıxarda bilərik. Bu da eləyər 1 bölünsün epsilon. Kökdən çıxardanda, yəni kvadrat olduğu üçün kökdən çıxdı 1 bölü epsilon oldu. Mötərizə içərisində nə qaldı? Qaldı K kvadratı, Q kvadratı bölünsün R üstü 4. R üstü 4 üstə gəl Y0'ın kvadratı. Varmı belə bir cavab? Yəqin ki olar. Bax, A variantındakı cavabdır. Y0'ın kvadratı üstə gəl K kvadratı, Q kvadratı bölü R üstü 4, 1 bölü epsilon da mötərizənin xaricində. Gəldik növbəti suala. Dielektrik nüfuzluğu epsilon olan maye ilə içərisi dolu şüşə qab intensivliyi Y0 olan bir cins elektrik sahəsində yerləşir. Müsbət nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində elektrik sahəsinin intensivliyi modulu hansı ifadə ilə təyin olunur? Müsbət yükün elektrik sahəsinin intensivliyi A nöqtəsində özündən kənara doğrudur. Özündən kənara, yəni yuxarı doğru. Burada çəkirəm. A nöqtəsi buradadırsa, müsbət yük buradadırsa, müsbət yükün intensivliyi A nöqtəsində özündən kənara doğrudur. Yəni yuxarı doğrudur. Aha. Elektrik sahə intensivliyinin istiqamətində, bax, Y0'ın istiqamətində sağa doğru göstərib. Mən bu Y0'ı da sağa doğru göstərdim. Amma maye daxilində olduğu üçün buna yaza bilərik Y0 bölü epsilon. Buna da yaza bilərik R məsafədə olduğu üçün, bax bu müsbət yükdən bu A nöqtəsinə R məsafə olduğu üçün buna da yaza bilərəm KQ bölünsün epsilon R'in kvadratı. Aralarında yenə 90 dərəcəlik bir bucaq var və yekun intensivliyi tapanda yaza bilərik kök altında birincinin kvadratı, yəni Y0'ın kvadratı bölünsün epsilonun kvadratı, üstə gəl bunun kvadratı, yəni K kvadratı, Q kvadratı bölünsün epsilon kvadratı, R üstü 4. Yəni hər bir şeyi kvadrata yüksəltdik. Və buradan epsilonun kvadratını yenə kökün altına atanda alınır 1 bölünsün epsilon. Kök altında Y0'ın kvadratı üstə gəl K kvadratı, Q kvadratı bölünsün nə? R üstü 4. Buradan da sualımızın cevabı alındı. Y variantı. Gəldik 32-ci suala. Dielektrik nüfuzluğu epsilon olan maye ilə içərisi dolu olan şüşə qab intensivliyi Y0 olan bir cins elektrik sahəsində yerləşir. Müsbət nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində yekun elektrik sahə intensivliyi modulu hansı ifadə ilə təyin olunur? Söhbəti daha çox uzatmayacağım. Əvvəlki məsələlər kimidir bu da. Burada A nöqtəsində müsbət nöqtəvi yükün intensivliyi özündən kənara doğrudur. Amma Y0'ın istiqamətinin sağa doğru olduğunu görürük. Əks istiqamətdə olduğu üçün bunları bir-birindən çıxırıq. Yəni Y0 bölü epsilon çıxılsın KQ bölünsün epsilon R kvadratı yaza bilərik. 33-də yükləri müsbət 1 və mənfi 3 olan iki eyni radiuslu metal kürəni bir-birinə toxundurub əvvəlki məsafəyə qədər aralasaq, onlar arasındakı qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Birinci növbədə F bərabərdir K vurulsun 1 vur 3 modul olduğu üçün mənfini nəzərə almıram. 1 vur 3 bölünsün R'in kvadratı. Sonra müsbət 1 ilə mənfi 3'ü toxundurduq. Nə baş verəcək? Q' bərabərdir
mənfi 3 üstə gəl 1 bölünsün 2. Bu da mənfi 3'ə 1 gəldi. Mənfi 2, mənfi 2'ni 2'ye böldüm. Alındı mənfi 1. İndi f ştrix bərabərdir. Yəni hər biri mənfi 1'dir. K vurulsun. Yenə modul olduğu üçün yazıram. 1 vurulsun. 1 bölünsün r'in kvadratı. 3 idi, 1 oldu. Necə dəyişdi? 3 dəfə azaldı. Aralarındakı qarşılıqlı təsir qüvvəsi 3 dəfə azalar. 34'də də eyni qayda ilə həll edirik və burada da deyirik ki 3 dəfə azalar. Gəldik 35'ə. Vakuumda və dielektrik nüfuzluğu epsilon bərabərdir 16 olan mühit daxilində iki nöqtə yük arasında qarşılıqlı təsir qüvvələri eynidir. Yüklər arasındakı məsafələr nisbətini hesablayın. F bərabərdir K Q1 Q2 bölünsün epsilon r'in kvadratı. Biz buradan r'i tapmaq istəsək yaza bilərik. R bərabərdir. Kök altında deməli epsilon və f'i yazdım burada. K Q1 Q2'ni də yazdım burada. İndi biz buradan görürük ki R nə ilə? Epsilonla tərs mütənasib asılıdır. Yəni R1 bölü R2'ni tapmaq istəsək R1 bölü R2 bərabərdir. Kök altında kök altını yazdım və epsilondan tərs asılıdır. Yəni epsilon 2 bölü epsilon 1 yaza bilərik. Bu da epsilon 2'nin qiyməti, yəni dielektrik nüfuzluğu 16 olan mühitdə. Yazıram kök altında 16 bölünsün vakuumda 1 olduğu için 1 yazdım. Buradan da kök 4 çıxdı. Yəni sualımızın cevabı 4'ə bərabərdir. 36. sualda iki eyni ölçülü metal kürəciklərdən birinin yükü müsbət Q, digərinin yükü isə mənfi 3 Q'dur. Kürəcikləri bir-birinə toxundurub aralasaq, onlar arasındakı qarşılıqlı təsir qüvvəsinin modulu neçə dəfə azalar? Birinci növbədə F bərabərdir K vurulsun müsbət Q mənfi 3 Q. Yəni K vurulsun Q vurulsun 3 Q. Modul olduğu için yenə mənfini nəzərə almıram. Bölürəm 2'yə. 2 nədir? K Q1 Q2 bölünsün R kvadratı. R'in kvadratına. Sonra bunları toxundursaq. Mənfi 3 Q üstə gəl Q bölünsün 2. Bu da bərabərdir. Yəni Q ştrix bərabərdir. Mənfi 3 Q'ya Q gəldik. Mənfi 2 Q 2'yə böldüm oldu mənfi Q. Yəni kürəciklərin hər birində mənfi Q qədər yük olar. O zaman K vurulsun. Modul olduğu üçün mənfiləri nəzərə almıram. Yazıram müsbət Q bölünsün R'in kvadratı. 3 idi. Burada isə K Q kvadratı bölü R kvadratı. Yəni surətdə 3 var idi. Burada yoxdur. Ona görə də neçə dəfə dəyişmiş oldu? 3 dəfə azalmış oldu. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.